Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugün sizinlə Albert Banduranın sosial öyrənmə nəzəriyyəsini 3 dəqiqə ərzində öyrənməyə çalışacağıq. Nəzəriyyəyə əsasən öyrənmə iki cür olur. Şəxsi təcrübə sayəsində və sosial təcrübə sayəsində. Şəxsi təcrübə sayəsində şagirdin və yaxud da şəxsin özü öyrənməsindən bəhs olunur. Sosial təcrübədə isə kimdənsə öyrənir. Sosial öyrənmədə iki əsas fəaliyyət vardır. Müşahidə və təqlid etmə. Təqlid etmə dedikdə, yəni imitasiya, baxıb eyni ilə təkrar edir. Bundan söhbət gedir. Sosial öyrənmədə müşahidə əsaslı öyrənmə vardır. Əməkdaşlıq öyrənməsi və ünsiyyət öyrənməsi mövcuddur. Müşahidə əsaslı öyrənmənin 3 modeli vardır. Canlı müşahidə, simvolik və sözlərlə. Canlı müşahidə real hərəkətləri müşahidə edib təkrarlamaq mənasına gəlir. Tutaq ki, idman dərsində müəllim müxtəlif hərəkətləri göstərir, uşaqlar da ona baxır, həmin o hərəkətləri təkrar edirsə, bu canlı müşahidəyə aiddir. Simvolik müşahidədə video görüntülərdən vizual olaraq video görüntüləri müşahidə edərək təkrarlayırsa, simvolik müşahidəyə aiddir. Tutaq ki, hər hansı bir cizgi filmində müxtəlif hərəkətlər göstərilir və uşaq da həmin hərəkətlərə baxıb onu təkrar edirsə, simvolik müşahidə nəticəsində öyrənmə baş verir. Üçüncüsü sözlərlə, yəni təlimatla. Məsələn, idman dərsində müəllim şagirdlərə bu hündürlüyə tullan və yaxud da ki, sağa dön, sola dön, tutaq ki, hər hansı bir hissəyə çıx, misal üçün belə şeylər deyərək sözlərlə, təlimatla müəyyən məqamları qeyd edir və şəxs onu təkrar edirsə, bu da müşahidə əsaslı öyrənmənin sözlərlə olan modelinə aiddir. Gördüyünüz kimi canlı müşahidə və simvolik imitasiyaya uyğun gəlir, sözlərlə təlimat vermək də, yəni bu da manipulyasiyaya uyğundur. Müşahidə və təqlid etmənin 4 əsas şərti vardır. Birincisi diqqət. Diqqət dedikdə, yəni vizual olaraq diqqət yetirməlidir, izləməlidir. İkincisi yadda saxlama. Yəni gördüklərini yadda saxlayır, diqqət etdiklərini, gördüklərini yadda saxlayır. Üçüncü tətbiq, yəni yadda saxladıqlarını tətbiq edir, gördüklərini icra etmək mənasındadır. Və dördüncü də motivasiyadır. Motivasiya dedikdə, yəni müsbət və neqativ mənada motivasiya etmək, müsbət və neqativ gücləndiricilərdən söhbət gedir. Şəxs müsbət nümunələrdə götürə bilər, gücləndiricilərdən ilhamlana bilər, onun əsasında müəyyən bir fəaliyyət ortaya qoya bilər. Lakin neqativdən də bir şey öyrənə bilər. Hər hansı bir neqativ bir davranışı da özünə nümunə olaraq götürüb onu təkrar edə bilər. Tutaq ki, balaca bir uşaq düşünün, onun böyük bacısı divarları yazır. Bu neqativ bir şeydir. Şəxs də götürür, eyni şəkildə divarları yazmağa başlayır. Və yaxud da ki, hansısa bir başqa bir uşağın başqa birini tutaq ki, tüpürdüyünü görür misal üçün. Bu da eyni formada o hərəkəti təkrar edir. Bu neqativ şəkildə müşahidə edib tətbiq etmək mənasına gəlir. Və yaxud da ki, görür ki, onun böyük bacısı yemək yedikdən sonra qabları aparır, qoyur mətbəxə. Eyni formada balaca uşaq da onun gördüklərini təkrar etməyə başlayır. Bu da müsbət bir nümunədir. Yəni müsbət olaraq gördüyü bir şeyi təkrar etməyə başlayır. Sosial öyrənmə zamanı rəy verməkdə çox önəmlidir. Yəni uşaqlara məsləhət vermək lazımdır, rəy vermək lazımdır, onları da özünə inam formalaşdırmaq lazımdır. Mövzumuz bura qədərdir. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.